Bismillahirrahmanirrahim. Ve bütün sevdikleriniz hürmetine El-Fatiha. Allah rahmet eylesin. Bugün Əskər Qurbanov Xansu Elsəbəroğlu'nun şəhid olmasından 5 il ötür. Şəhidimiz 2000-ci il sentyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Cəhri qəsəbəsində anadan alındı. Salam olsun bütün şəhidlərimizə, Xansun balama, yerləri bütün şəhidlərimizin cənnət məkanı olsun. Bu ayda il dönümü, mövlüdü olan şəhidlərimizə Allah hamısına rəhmət eləsin. Yerləri cənnət məkanı olsun. Şəhidlərimizin bizə nişanələri qalıb. Allah onlara kömək olsun. Düzdür, talihləri atalarının talihinə oxşamasın. Torpağı sanı qalan nəvələrimiz yaşasın. Burada danışmaq biz analar üçün, atalar üçün həqiqətən çox çətindir. Allah heç kimə evlat acısı, dağı göstərmir. Bugün Naxçıvan şəhərinin O istəyirdi ki, o torpaqları qəhrəman şəhidimiz düşmən tapdağından azad Qurbanov etsin. Xansu Onlar Elsəbəroğlu'nun gedəndə 5-ci il dönüm mərasimi qeyd Dönüb edilir. bizlərə baxdılar. Allah'tan şəhidimizə, Hər həmin zaman şəhidlərimizə 30 illik rəhmət həsrətlə diləyirəm. Allah tökdüyümüz bütün göz yaşlarına şəhidlərimizin baxdılar. məkanın cənnət 30 il öz doğma məqamlarını uzun yurtlarına eləsin həsrət qalan inşallah. ana bacılara baxdılar. Allah'tan İrəli bütün şəhid getdilər. ailələrimizə bol səbir Özlərinin ana diləyirəm. bacıları Qəhrəman oğlanlarımız, Xansu və onun timsalında şəhidlərimiz, qazilərimiz, ordumuz və onların başında duran alibaş komandanımız yazdı. Ağlama, şəhid ol. Ancaq gətir bura. İzin ver gözünün yaşını silip. Bir daha ağlama, şəhid anası. Dökməyin ağından göz yaşlarını. Qəlbini də ağlama, qəlbini də ağlama şəhid anası. Şəhidlər nurdur, zinətdir. Susmayan vicdandır, coşan qeyrətdir. Axı şəhidlərin yeri cənnətdir. Onu yaz saxlama, onu yaz saxlama şəhid anası. Məğrurluq necə də sizə yaraşır? Ay mənim o məğrur duran şəhidim. Mən kimə, mən sizə tərif yazım ki, sizi tərif edir Quran şəhidim. Göstərdiniz dünyaya bu xalqın gücün. Bir örnək oldunuz nəsillər üçün. Şərəflə yaşadınız, şərəflə köçün. Düşmənin bağrını yaran şəhidim. Baş əymədiniz nə zülüm zillətə. Ruh verdiniz ruhunuzla millətə. Qurban olum o sizdəki qeyrətə. Xocalı qisasını alan şəhidim. Yerində vuruşduğum o zəfər yetdi. Bu vətəni vətən edən şəhidlərdir, analardır, bacılardır, gözü yaşlı. Bu torpağı bütöv edən qazilərdir. Tək daim dalğalansın bayraq şanlı. Şəhid Xansu bir yol seçdi şəhadəti. Bu yol onu qara buludların arasından şəfəq doğmuş səmaları ucaltdı. Bu yol onu sevdikləri arasından vətən, millət, torpaq üçün ayırdı. Ürəyində arzuları vardı onun. Arzularının böyük şəhadətdir. Dəyərdir mübarizə şəhid olum, Allah onun arzusunu cəzə etdi. Allah rəhmət eləsin. Qazilərimizin, şəhid atalarını, şəhid övladlarını salamlayıram. Xidmət rəisi, Azərbaycan Respublikası Səfərbər və Dövlət Xidmətinin rəisi cənab general-mayor Müştər İbrahimov adından, baş idarə rəisi polkovnik Elmar Tağıyev adından və öz adımızdan, şəxsiyyətimizin adından şəhidimizin yaxınlarına və ailəsinə başsağlığı verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
20 il yaşayıbdı, 20 yaş yaşayıbdı. Amma bu 20 yaşı elə yaşayıbdı ki, o vətən qarşısında öz borcunu yerinə yetiribdi. Öz qanı ilə, canı ilə vətənimizin suverenliyi, vətənimizin, torpaqlarımızın azad olunması uğrunda döyüşübdü. Və öz qanı, digər şəhidlərimiz kimi, bütün şəhidlərimiz kimi xansımızın da qanı vətən torpağına qarışıbdı. Bərpa ediblər, torpaqlarımızı düşmən tapdağından azad ediblər. Amma bugünkü gün mənim ən ağır günümdür. Bugünkü gündə məni tək qoymayıb. Yanımda olan başda şəhid analarına sağ olun. Sizə minnətdarlığımı bildirirəm. Hər kəsə buradan, hərbiçilərə minnətdarlığımı bildirirəm. Mənim oğullarım, sizin başınıza dönüm mən. Onlar məni heç vaxt tək qoymayıblar. Hər birinizə ayrı-ayrılıqda təşəkkür eləyirəm. Mənim bu ağır günümdə məni tək qoymamısınız. Sağ olun, Allah sizdən razı olsun. Bismillahirrahmanirrahim. Bütün sevdiklərimiz hörmətinə El-Fatiha məsələn. Allah cəmi şəhidlərimizin məkanın cənnət, məqamların uğurlu eləsin. Beləliklə də tədbir sona çatdı.